əlləri açılmadan yanında ikinci qız otura bilməsi üçün. Yəni qızlar o qədər sıx oturur və xalça toxunuş prosesi çox simmetrikdir, çox sinxrondur. Yəni burada oturan 4 qız sinxron olaraq xalçanı toxuyur, birinci ilmə vurur sinxron olaraq. İkinci, bu həvə deyirik buna. Həvə ilə o döyünən ilmələri otuzdurur yerinə, əl hərəkəti ilə, qol hərəkəti ilə yox, sadəcə əl hərəkəti ilə. Bilirsiniz, qolla yox. Belə otuzdurdu yerə və üçüncü, onun ən vacib və ən çətin aləti bu qayçıdır. Bu qayçı ilə ikinci əllə onu xalçaya sıxaraq düz bu xovu kəsir və xov bir dəfə kəsilir. İkinci dəfə artıq kəsilmir. Xalçanın ən böyük, ən çətin əziyyətli yeri bu xovu düz kəsməkdir. Və bu çox böyük professionallıqdır. Onun üçün burada oturan 3-4 qız bir-birinə baxaraq, sinxron olaraq bu işi görür. Xalça cərgə bitir və başlanır ikinci cərgə. Və belə altdan yuxarıyacan xalça toxunur, cərgə. Gündə 10, 12, 13 cərgədən çox toxunu bilmir. Çünki çox çətin. Yox, yorulmur, çatdırmırlar. Bildiniz? Yəni bu boyda saysanız elə ancaq çıxar, 11 aya çıxır bu xalça və çox böyük bir əziyyətli bir iş. Demək, mən sizə kiçik də olsa Kamil Əliyevin xalçalarından danışım. Kamil Əliyevin Azərbaycan xalçasına, nəinki dünya xalçasına böyük bir izi nə üçün qalıb? Çünki o özünə aid rəng ahəngi tapıb. Kamil Əliyev başqa Azərbaycan xalçasına baxdığımızda tam olaraq başqa bir rəng ahəngi ilə işləyib. Çünki o xalçaçı bir rəssam ananın ailəsində doğulub və kiçik yaşından o xalça ipləri özü boyayıb. Və xalça ipləri özü boyadığı üçün o nə rəng istədi, özünə uyğun rəng palitrası seçdi. Və o illaki günəş rəngləri seçdi. Onun üçün biz qaleriyanın adını Günəş, qızılı xalçalar qoyduq. Sannika biz qaleriya. Mən çox düşündüm buranı açanda. Nə qoyum buranın adını? Kamil Əliyevin ev muzeyi çox banal. Yəni, okey, elə də yazılır. Amma brend olaraq qızılı xalçalar, günəş xalçaları. Çünki məhz bu rənglərdən istifadə edərək Kamil Əliyevin bütün xalçaları bir-birinə bənzəyir. Amma buna baxmayaraq hamısı da individualdır. Heç bir xalçanın təkrarı başqa xalçada görə bilməzsiniz. Kamil Əliyevin xalçaları böyük bir sıxlıqda toxunub. 60-70 sıxlığında o, məsələn, qədimi Gəncə Qazaq, Qarabağ, Naxçıvan xalçaları, Bakı xalçaları 40-35 sıxlıqda toxunur. Sıxlıq nə qədər çox olsa, o qədər xalçanın qiyməti çoxalır. Çünki ona sərf olunan ip, ona sərf olunan zaman və ona sərf olunan əziyyət. Kiçik sıxlıqda olan xalça toxunursa 5 aya, eyni ölçüdə böyük sıxlıqda xalça toxunur 10 aya. Başa düşdünüz? Necə ki, xırda, məsələn, mən rəssamım, xalça rəssamıyam, naxış rəssamıyam. Mən sıxlığı hədkeşlə, çox adi, xalçanın arxasına baxaraq 1 santim hədkeşdə işarələyib, 1 santim, belə işarələyib sayırsınız. Neçədən ilmə düşür? Bax, 6 ilmə düşdü burada. Gəlirsən. Belə də bilinir. Gördün? Yəni, sıxlığı çox olan xalça çox dəyərlidir. Məsələn, İranda ipək xalçaları toxunur, hansının ki sıxlığı 120-120-yədir. İllərlə toxunur, onun üçün çox yüksək qiymətləri var. Başa düşdünüz? Demək, bütün xalçalar dünyada növlərə bölünür.
O növlər nə deməkdir? Xalçalar xovlu və xovsuz olur. Xovsuz xalçalar qədimi vaxtlarda biraz kasıb insanlar toxuyardı. Çünki bura çox az ip gedir və əziyyəti biraz azdır. Amma xovsuz xalçaları çox işlədirdilər məişətdə. Həm də ki, yola gedərkən bütün əşyaları o xovsuz xalçaların, çünki çox yumuşaqdılar. Yığıb atların, eşəklərin, dəvələrin üstünə qoyub aparırdılar. Xovlu xalçalar isə daha çox evi isitmək üçün, dekorativ, gözəllik üçün və məişət üçün işlənirdi. Xovlu xalçaların ətrafında insanlar yığılırdı, yemək yeyirdi, uşaqlar yatırdı, insanlar özləri yatırdı. Onun üçün onların xovu yüksək olurdu və onlar istilik verirdi və evdə olan rütubəti özünə çəkirdi. Niyə? Çünki xalça təmiz quzu yunundan toxunur və quzu yunu nəmi çox sevir. Nəmi özünə çəkir və nəm onu bəsləyir və o evdə olan nəm rütubət o xalça özünə çəkir. Onun üçün bizim nənələrimiz həmişə ən soyuq duvara, severная sторона, severная Azərbaycan, şimal tərəfə həmişə xalça asarlardı. Niyə şimala? Çünki oradan nəm və soyuq gəlirdi. Niyə o birisi otaqların hissələrini asmırdılar? Onlar bilirdi bu işləri. Onun üçün şimala xalça asırdı ki, oradan gələn soyuq və nəmi o xalça özündə saxlasın. Və baxmayaraq ki, xalçanın daha çox dekorativ, qoruyucu, soyuqdan, nəmdən bir funksiyası var. Xalça ondan daha üstün tutulurdu. Nəinki onun mənəvi funksiyası. Mənəvi funksiyası evi qoruma, insanı qoruma. Xalçada gördüyümüz hər bir naxış məna, bir mənadır. Xalça bizim əcdadlarımızdan bizə gələn yazılı ismariclərdir. Və məsələn, xalçalar xovlu və xovsuz olur və həndəsi nəbati. Kamil Əliyevin işlədiyi məktəb nəbati məktəbdir. Təbriz məktəbi biz ona deyirik. Amma qalan Azərbaycanda olan məşhur məktəblər, hansı ki Quba Şirvan, Gəncə Qazaq, Məndəli bəya, bəli, onlar həndəsi məktəbdir. Və həndəsi naxışda gördüyümüz mənalar çox dərin mənası var. Hər bir motivin, hər bir elementin özünə aid bir mənası var. Məsələn, elementar olaraq biz xalçada ağac görürük. Siz indi deyirsiniz, necə? Bəli, bu ağacdır. Simvolizə olunmuş ağacdır, həyat ağacıdır. Həm də ki, həyatın başlanğıcını göstərir və onun ətrafında mütləq biz quşlar görürük. Quşsuz ağac təsviri xalçada görə bilmərsiniz. Çünki əgər bir xalçada həyat ağacı təsviri varsa, mütləq onun ətrafında quşlar və gözlər. Bax, bu nöqtələr balaca, içində nöqtə olan kvadratlar, onlar gözlərdir. Yəni, hər xalçanın burada olan bütün elementlərin bir mənası var. Yəni, onu oxumaq və mən indi hal-hazırda özümü inkişaf etdirmək üçün hər axşam semantikadan çox gözəl məlumatlar oxuyuram. Özüm üçün ki, insanlara da danışım. Məsələn, Rusiyadan, Avropadan gələn insanlara çox maraqlıdır. Onlar burada saatlarla oturub suallar verir ki, bu nədir, bu rəng nədir? Məsələn, bax, bu rəngə biz qırmızı demirik. Bu rəngə innamı deyirik. Bu rəngə biz sarı demirik. Bu rəngə qızılı oxra deyirik. Bu rəngə biz çaxrayı deyirik. Bu rəngə püstə rəngi. Bu yerlik isə yerlik. Nə rəngi ola bilər sizcə? Biz hər gün, yox, yerlik, bax. Arxa fondur. Ha, arxa fon. Şəkərim. Цвет сахарного песка. Yəni, çox sadə və hər gün məişətdə işlətdiyimiz bir şeydir bu. Sürməyi deyirik. Çünki qədim vaxtlarda bizim
bütün analarımız, nənələrimiz gözlərinə sürmə çəkərdi. Və sürmə qara rəngdə deyil, sürmə illaki темно-синий, kobalt, indigo-sini deyirik və bu yeganə rəngdir ki, Azərbaycanda, təbiətdə o gül yoxdur. O gül sadəcə Hindistanda var və Hindistandan alınır, paraşok halına gətirilir və Kamil Əliyev məsələn Hindistandan o rəngi alardı. Qalan bütün rəngləri Azərbaycanın regionlarından toplayıb, məsələn, açıq oxra rəngi soğanın qabuğunu qaynadaraq bol miqdarda, sonra o qabıqları böyük bir leğənlə, duruşlarla götürərək təmiz suya ağ ipləri salardı və o rəngi çıxardardı. Nə qədər gec çıxardardı, o qədər o rəng tünd olardı. Açıq ton almaq istədiyində tez çıxardırdı ipləri və bütün ipləri özü boyuyurdu. Yəni bu rəssamın elə bil Azərbaycan xalçasına verdiyi əziyyəti inan mənə heç bir Azərbaycanda rəssam vermir. Çünki indi də, əvvəl də rəssamlar hansı ki işləyib xalçanı nə rəng boyuyublar, nə ip boyuyublar. Bunlar sadəcə eskiz çəkib xalçaçı qızlara verib. Vaxt var idi ki, Kamil Əliyev özü də otururdu təzgaha, əlbəttə. Və onun ikinci xüsusiyyəti, Kamil Əliyev bütün dünyaya, nəinki rənglə, portret xalçasını ilk olaraq dünyada ortaya çıxardan və tam profesional işləyə bilən bir rəssam olub. Hansı ki 58-ci ildə onun ilk portret xalçası toxunub Füzulinin siması ilə və Füzulinin simasından sonra Kamil Əliyevə 36 yaşı var idi onda. Dünya şöhrəti gəlib. Yəni o artıq başlayıb bütün dünyaya öz xalçalarını aparmağa, Sovetləri daha demirəm, nəinki bütün dünyada sərgilər açmağa və o dünyaya aid olan məşhur insanların simalarını işləyərək, məsələn Hindistana gedib, Rabindranath Tagore, Hindistanın bir şairi, onun simasını işləyərək o gedib o xalçanı Hindistana bağışlayıb və indi hal-hazırda o xalça asılıb Hindistanda. Məsələn, Bill Clinton və onun yoldaşı Hillary, onların cüt olan ürəkdə qoyulmuş şəkilləri onlara bəxş olunub və onların evində asılıb və sairə. Beləliklə 60-a yaxın portret xalçası olub. Onlardan sadəcə 6-sı var bizim muzeydə. Mən sizə onları göstərəcəm. Ən gözəli olan odur ki, bizim muzeydə kolleksiyada olan portret xalçalar elə bir insanlara aiddir ki, maraqlı, ədəbiyyat da elə bir insanlarıdır da. Siyasət xadimləri deyil. Çünki siyasət xadimləri vaxtıyla öz necə deyirlər, svoyu aktualnostilər. Mən o şəkli şeydə görmüşəm, kitab miniatür muzeyində. Miniatür muzeyində sizin şəkliniz də var deyəsən. Miniatür muzeyində? İçər şərqdə. Balaca kitab var. Ola bilər. Bu elə bir qısa xronika kimi Kamil Əliyevin sənətinə aid bütün elə bir onun görüşləri, məşhur insanlardan, məsələn Brejnev çox kaprizli insan idi və SSR-in prezidenti idi. Elə bir indi məsələn Cənab İlham Əliyev Azərbaycanın prezidenti deyil, Brejnev isə 15 ölkənin prezidenti idi və heç kiçik bir insan deyildi. O Azərbaycana gəlib, deyib ki, mən istəyirəm o rəssamı görüm. Hansı ki, mənim elə iş deyib ki, mənim özümə heç mən özüm də inanmıram, o insan onu necə işləyə bilər. Portretləri çox gözəl işləyərdi və onunla görüşü olur. Bu Şeyx Səfi adında məşhur Azərbaycan xalçasıdır, Ərdəbildə toxunub. Və Şeyx Səfi xalçasını Kamil Əliyev İngiltərəyə gedib, onun tarixçəsini öyrənib, çox kədərlənib və onun bir kopyasını, biz ona replika deyirik, Azərbaycanda toxutturmaq istədi və burada olsun. Hər şey bitdi. Eskizlər çəkildi, iplər hətta başlandı toxunmağa, amma çox təəssüflər olsun ki,
Bu arzu Kamil Əliyevin ürəyində qaldı ona görə ki, o Bakıda və Azərbaycanda belə böyük bir məkan tapmadı. Hardakı o çox böyük bir dəzgah yerləşəcək. Xalçanın eni 10,5 metr və boyu 5,5. Bu boyda dəzgah heç bir evdə yerləşməz və 12 metr tavan olmalıdır. Bu ancaq ola bilərdi meçid. Çünki bu xalça 16-cı əsrdə meçiddə toxunub, Ərdəbildə və orada 3 əsr yerdə qalıb və onun üzərində minlərcə insanlar namaz qılıb. Lakin 3 əsrdən sonra o meçiddə tavanda çatlar əmələ gəldi zəlzələdən sonra və Ərdəbilin böyükləri yığışıb və qərara gəlib ki, bu xalçanı satmalıyıq və o pulla təmir eləməliyik meçədə və bu xalça 2000 funt sterlinqa 19-cu əsrdə satılıb. Bəli. Və Havayı. İngiltərə. Və indi qiymətsiz bir əsərdir və məsələn Kamil Əliyev gedəndə 86-cı gündə İngiltərəyə o xalça asılmışdı. Amma indi bugünkü gündə 30 ildən sonra bu xalça artıq yerə qoyulub və üstünə böyük bir qalpaq qoyulub. Qalpaq, qapaq hər 2-3 saatda bir qalxır, neçə saniyəlik insanlar baxır və enir. Çünki artıq o qədər köhnədir, 16-cı əsr xalçasıdır və Kamil Əliyevin ürəyində qalmışdı o arzu. Amma arzu varsa və olmayıbsa o demək deyil ki, o pisdir. Ən vacib olan o arzu olsun ürəyində. Məsələn, mənim atamın ölümündən ayın 1-i martda yaşı tədbirimiz olmuşdu burada, amin. 20 ili oldu. Və mən sadəcə 17 ildən sonra buranı aça bildim. Mən 17 il o arzuyla yaşadım. Başa düşürsən? Yəni arzu onda gözəl deyil ki, o olunsun da, mütləq deyil. Bu eskizlərdir. Necə xalça doğulur həyata? Öncə beyaz, tərtəmiz bir vərəq götürülür. Akvarel vərəqi biz ona deyirik, sulu boya vərəqi. Biraz qalın olur, biraz strukturası daha qalın olur. Və o vərəqdə qara karandaşla, не переживайте, da, qara karandaşla çəkilir naxışlar. Sonra o naxışlar sulu boyayla boyanır və sulu boyayla boyanandan sonra artıq o 3-cü prosesə keçir, dama-dama kağıza köçürülür. Və dama-dama kağıza köçürüldükdən sonra artıq qızlar ancaq bu eskizdən işləyə bilirlər. Bu eskizdən qızlar işləyə bilməz. Bu onların rabuçi eskizləridir. Və bu sxemadan dama-dama, hər dama bir ilmədir. Qızlar baxaraq o xalçanı toxuyur və xalça ərsəyə gəlir. İlk Kamil Əliyevin portret xalçasının original bir eskizidir. Yaxından onu. Bu mənim elə bir muzeyimdə ola bilər ən dəyərli əşyalardan biridir. Şəxsi əşya. Çünki burada hamısı şəxsi əşyadır. Burada ona, hər şey ona aiddir. Sadəcə mən bu eskizi ən dəyərli əşya sayıram. Çünki bu 56-cı ildə işlənmiş, əllə işlənmiş eskizdir. Bunu şüşə altına niyə salmıram, soruşarsınız. Bu 56-cı ildən bugünədək gəlibsə, bu bir o qədər də gələr, yaşayar. Çünki şüşə altında bütün bu xırdalıqlar görünməz. Bunu 36 yaşında müharibəni keçmiş, bütün müharibənin ən çətin illərini 5 il Berlinə qədər çatmış bir gənc insan eləyib. Və mən həmişə bu eskizi göstərəndə, həmişə deyirəm ki, bu 5 il minlərcə ölüm görmüş bir insan qayıdıb və 36 yaşında şah əsəri yaradıb, o incə ürəyini itirdi. Can, niyə ağladın? Can. Və o
zəriflik varsa insanın ürəyində, onu itirmir və o qayıdaraq özünü ələ alıb və təzə bir həyata başlayıb və o həyatı son anına qədər o sürüb. 84 yaşında həyatını itirib tam sağlam bir vəziyyətdə qısa bir ürək tutmasından. Və mən həmişə deyirəm ki, düşünün ki, 36 yaşında bir gənc insan belə bir zəriflik yaradırdı və saatlarla oturub bütün ömrünü bu insan ancaq xalçaya həsrləyib və başqa heç bir şeyə. Və burada gördüyünüz hər bir şey onun əl işidir. Burada yad bir cisim yoxdur. Burada hər bir şey onun əl işidir. Geometrik həndəsi butalar və ortada bir göl, xalça 5 hissədən ibarət. Ortada Göl. Xalça, bütün dünyada olan xalçalar 5 hissədən ibarətdir. Ana haşiyə. Bax, hər yerdə ana haşiyə var. Bu qədimi xalçada belə ana haşiyə var. Bala haşiyələr 1, 2, 3, 4. 1, 2. Bala haşiyələr xalçanın böyüklüyündən asılıdır. Ana bir dənə olur. Balalar isə bir neçə dənə ola bilər. Hər iki tərəfdə bala haşiyələr gəlir. Və bala haşiyədə bala haşiyə qutarandan sonra biz orta gölü görürük və orta gölün içində balaca bir göl. Orta göl ən böyük yerdir xalçada. Məsələn, burada orta göldür, balaca göl yoxdur. Çünki bunlar yataq yanında olan yolluqlardır. Daroşkalar biz deyirik ona. Və hər yatağın hər bir tərəfində yolluqlar toxunardı. Nə üçün? Səbəb indi sizi çox düşündürər. Bizim əcdadlarımız səhər yuxuda duranda onlar hiss edirdi ki, insanın temperaturu gecə ərzində bədəni düz olduğu üçün qan eyni cürə dolanır və əllə ayaq, başla bədən eyni temperaturda olur. Və biz yuxudan durandan sonra ayaqlarımızı soyuq yerə basanda bizim ayaqda olan damarlar sıxılır və biz balaca baş dönməsi hiss edirik. Və ona görə onlar qərara gəldilər ki, insan yuxudan duranda ayağını isti yerə basmalıdır. Və bir neçə dəqiqə, hələ ki biz öz yatağımızı düzəldirik, balışlarımızı çırpırıq, pastelləri yıxırıq, biz o isti məkanda olmalıyıq. Və sonra artıq qan başlayır başqa dövrana və onun üçün yataq yanında olan yolluqlar çox aktual idi və hər bir evdə o yolluqlar var idi. Və Kamil Əliyev onu düşünərək öz sənətində də mütləq ki ona üst tutdu. Demək, biraz bunlardan danışarım sizə. Sonra bu qədimi xalçanı biz sizlə oxuyarıq. Çünki burada çox maraqlı bir məktub var. Demək, Kamil Əliyev 80 illiyini Heydər Əliyev böyük bir şərəflə, çünki Kamil müəllimə çox böyük bir hörməti var idi. Eyni yaşda bir insan idilər. Gəncliklərindən eyni insanları görüb bölüşməyə çox mövzuları var idi və tez-tez görüşərlərdi və onun 80 illiyini Gülüstan Sarayında 650 nəfər insan qonaqlarla qeyd eləmişdilər. Bundan sonra Kamil müəllim 4 il yaşadı. Bu isə onun gənc yaşlarıdır və xalça rəssamın həyatında ən gözəl an necə ki qadın uşaq doğur, həyata gətirir. Ən gözəl an o xalçanın dünyaya gəlməsidir. O xalçanı hər onu toxuyan qız balaca toxuyaraq, kəsərək həyata gətirir və son hissəsini Kamil müəllim özü kəsərdi və xalçanı atardılar yerə. Onu sirkəli əski ilə silib, o 9-10 ay içində üstünə oturmuş əl kiri, toz və göz nəfis. Sirkə hər üçünü götürərdi. Onu sirkəli əski ilə silib, onun üstünə şirinlik atardılar. Pul, xırda pullar, konfetlər,
mandarinlar, almalar, bərəkət rəmzi. Onun üstünə o qədər şirinlik atardılar ki, xalça görünməzdi. Və o bizim adətlərimizdəndir. Və sonra o xalçanı gözəlcə büküb artıq göndərirdilər yeni bir həyata. Və Kamil Əliyevlə onu toxuyan bütün qızlar ona xeyir, dua verirdilər. O xalçaya sanki bir uşağı göndərirsən başqa bir həyata, nəsiyyət verirdilər və ona ən gözəl günlər arzulayırdılar və gözəl bir evə qismət olmasını arzulayırdılar. Niyə mən vurğulayıram? Çünki xalça canlı quzudan götürülmüş bir ipdən toxunur və canlı energetika daşıyır. Xalçada ölü energetika yoxdur və mənfi enerji yoxdur. Və hər xalça evə ancaq xoş enerji gətirə bilər və onu biz işlətməliyik. Onu biz büküb qoysaq bir qırağa, o xalça bizdən küsüb ölür və başlayır bozulmağa. Və içində iyi əmələ gəlir, iplər bir-birinə yapışıb, rəngini itirir. Xalça 19-cu əsrin xalçasıdır. Və mən qorxmadan onu insanların ayağının altına sərirəm. Və bu xalça 300 il yaşayıb və bir o gələr də yaşayacaq. Niyə soruşarsınız? Çünki biz onu işlədirik. Və biz onu bugün büksək və harasa qoysaq, bu xalça 5-6 ildən sonra öləcək. Başlayacaq əpriməyə, çürüməyə. Bu xalçanı gənc bir qız toxuyub. 12, 15, 16 yaş arası. Burada o qız bizə işarələr qoyub, hansı ki bizə məktub kimi bugünə çatır. Xalçanın elə bir po i protiv. Xalça toxunanda ayağa gəlir, onun üçün yumuşaq gəlir. Ayaqdan yuxarı isə sərt gedir. O xalçaya əl vur, bir dənə yuxarıdan aşağı, aşağıdan yuxarı. Aha, iyi vur, gördün? Bax, beləcə biz müəyyən eləmişik ki, bu xalçanı qız buradan başlayıb. Belə düz gəlir, belə isə tərs gəlir. Və bu xalçada olan 4 dənə daraq bizə açıqlama verir ki, o qız idi, Bakirə idi. Və o, bu xalçanı toxuyanda onun çox az yaşı var idi. Və o bu xalçayla atasına, anasına, nənəsinə, bacısına, qardaşına kiçik bir söz atıb ki, mən artıq hazıram ərə getməyə. Mən artıq gənc qız olmuşam və mən ərə getmək üçün özümə ceyiz toxuyuram. Və mən burada daraqlar qoyuram ki, gələcəkdə bu xalçanı görən insanlar bilsin ki, mən bu xalçanı toxuyanda mən gənc qız idim, bakirə idim. Və mən bu xalçada sizə izah etmək istəyirəm ki, mənim indi həyatda birinci məqsədim ərə getməkdir. Niyə? Sandıqlar, 7 dənə sandıq. O deməkdir ki, mənə artıq ceyiz yığın. Mən sandıqları istəyirəm sizə göstərim ki, sandığında içində göz, hər xalçada plus və yaxud x və yaxud bax belə x işarələri göz deməkdir. Və o sandığın ətrafında çox miqdarda göz atıb ki, mənim ceyizimə heç kimin gözü dəyməsin. Mənim sabah bu xalçanı apardığımın evimə də göz dəyməsin. Mənim yoldaşıma da göz dəyməsin. Mənim evimi qorusun deyə göz atdı bura. Və gözdən əlavə burada çox miqdarda buynuz var. Buynuz xalçada yeganə bir simvoldur ki, kişi simvoludur. Ruslar olanda burada həmişə gülürlər ki, necə yanır, raqaxı, pis şeydir. Xeyr, Azərbaycan incəsənətində kişi simvolu yeganə olaraq buynuz kimi işarə olunurdu. Və əgər xalçada buynuz görürüksə, o deməkdir ki, güc. Deyirlər türklərdə qoçum mənim. O deməkdir ki, qoç pis şey deyil, qoç güc deməkdir. Və qoyunun, quzunun hər bir şeyi yeyilirdi. Hər bir şey, dırnaqdan tutmuş quyruğa qədər, onun yunu, onun südü, onun iç orqanları, əti, hər şey yeyirdi buynuzdan başqa.
və buynuz qoruma kimi evə asılardı. Evin astanasında buynuzlar asılardı və evə girən və çıxan adamı o gözdən qoruyardı. O güc verərdi. Evə gələn insana da, səhər işə gedən insana da o güc verərdi. Onun üçün güc rəmzi kimi qız, bizim bu həmən 14-15 yaşlarında olan qız burada çoxlu buynuz verib ki, mən ər gözləyirəm, kişi gözləyirəm öz həyatıma və o güclü olmalıdır. Və sandıqlar, buynuzlar, göz işarələri və bu isə biz buna türkçə pitrak deyirik, amma rusça lapuh deyirik. Lapuh tikanlı bir güldür. Çahrayı rəngində, çernin rəngində olan tikanlı bir güldür. Lapuh da xalçalarda, əski zamanlarda çox görünür. Çünki lapuh gözdən qoruyucu, tikanlı bir güldür. İnsanlar çıxanda çölə və heyvanlar otaranda onların giyimlərinə və heyvanların tükünə lapuhlar yapışardı və gətirərdilər onu evə. Və insanlar inanırdı ki, əgər bu lapuh səndən yapışıbsa, demək ki, o səni gözdən qorudu, bunu atmaq olmaz. Və evdə onu ipə düzüb asırdılar. Göz qaytarıcıdır şey kimi. Onun üçün lapuhları biz qədim xalçalarda çox miqdarda görürük. Bu ilan işarəsidir. Qız bu ilanı niyə qoyub bura? Çünki ilan müdriklik simvoludur və ilan işarəsi xalçada evi ilandan qoruyur. Əqrəb işarəsi evi əqrəbdən qoruyur. Göz işarəsi evi gözdən qoruyur. Belə bir teoriya var idi. Gözəl, maraqlıdır sizə. А эти стрелки? Это бесконечность жизни. Hayatın sonsuzluğudur. Hansı istiyordur? Bu strelочкalar. Da, hayatın sonsuzluğudur. Bu xalçanın baxmayaraq ki 300 yaşı var. İnnabı rəngi, sürməyi rəngi, şəkəri rəngi, göy mavisi. Bütün rənglər necə var idi birinci gün, elə də var. Səbəb, çünki bunlar hamısı təbii rənglərdir. Süni olsa 300 ildən sonra yox, 50 ildən sonra onlar solur və artıq bir-birinə qarışıb gedir. Birincisi bu həqiqi yundur, ikincisi bu təbii boyalarla boyanmış rənglərdir. Mən o otaqda sizə unuttum deməliyim. Kamil Əliyevin həyatında böyük bir məhəbbət var idi. O məhəbbət quşlara qarşı idi. Və onun simvolu olaraq mən bu muzeyyə mütləq ki, o ağ göyərçinləri çox sevərdi. Və bu elə belə ağ göyərçinlər deyil. Bunlar buranı qoruyub, bura bir gözəllik verir. Çünki həyatda ən böyük zevki meditasiya. O göyərçinlərə baxanda, göyərçinləri yemləyəndə, göyərçinləri uçurdanda alırdı. O ən böyük zevki. Hər insanın zəif nöqtələri var. Bəzi insanlar it sevər, bəzi insanlar idman sevər, bəzi insanlar oyunu oynamağı sevər. Amma Kamil müəllim quşlara çox böyük məhəbbət bəsləyirdi və onun üçün bu muzeydə səslənən musiqi belə quşlardan ibarətdir və o buranın ab-havası tamamlanır o musiqi ilə. Canan,